Salam əziz şagirdlər, mən Hilal kursları riyaziyyat müəlliməsi Cabbarova Aygün. Sizə Hilal kurslarının təqdim etdiyi 6-cı mövzu sınavının 5-ci siniflər üzrə olan 25 sualının izahını verəcəm. 51-ci sualdan başlayaq. 51-ci sual tənlikdir. Tənlikdə 3 eyni mötərizənin hasili verilir. Onda belə çıxır ki, buradan söhbət gedir. Yəni 3x çıxı 9-un kubu gəl 3 bərabərdir 30. Neçənin üzərinə 3 gəlsək 30 alınır. Tapmaq üçün 30-dan 3'ü çıxırıq. Alınır 3x çıxı 9-un kubu bərabərdir 27. Neçənin kubu 27-dir? 3'ün. Deməli 3x çıxı 9 bərabərdir 3. Azalan, çıxılan fərq. Azalanı tapmaq üçün fərqlə çıxılanı toplayırıq. 3x bərabərdir 12. X-i tapmaq üçün 12-ni 3'ə bölürük. X bərabərdir 4. Doğru cavab D variantı. 52-ci sual. Şərtdə deyilir ki, onluqlara qədər yuvarlaqlaşdırdıqda 380 alınan ən kiçik ədədi yorum rəqəmləri ilə yazın. Onluqlara qədər deyəndə əvvəlcə onun yarısını tapırıq 5. Ən kiçik ədədi tapmaq üçün 380-dən 5'i çıxırıq. Kiçiyi tapanda çıxırıq, böyüyü tapanda üzərinə gəlirik. Alınır 375. 375'i rum rəqəmləri ilə yazaq. 300, bu 300. 70'i yazırıq, 50 üstə gəl 20, bu 70. 5'in də öz simvolu var, 5. Doğru cavab B variantı. 53-cü sual. Deməli, şərtdə deyilir ki, Gülay kitabının səhifələrinin əvvəlcə 1/3-ni, yəni 1/1 hissəsini. Deməli, əvvəl oxudu 1/3 hissəsini, əvvəl oxudu. Sonra oxudu 5/1 hissəsini, bu da oxuduğudur. Əlavə 50 səhifə oxudu, bu da oxuduğudur. Oxuduqlarının üstünə qalanı da gəlsək, şərtdə deyir ki, 15/4'ü qaldı. 15/4 hissəni də gəlsək, qalanı da üzərinə gəlsək, olmalıdır bütün səhifələr. Bərabərdir bütün səhifələr. Bütün səhifələri də bir tam götürürük. İndi məxrəcləri bərabərləşdirək, toplayaq. Məxrəcləri bərabərləşdirsək, 3'ə və 5'ə ortaq məxrəc 15'dir. 15'də məxrəc 5 dəfə artıb, sürəti 5'ə vururuq, 15'də 5 hissə. 15'də məxrəc 3 dəfə artıb, sürəti 3'ə vururuq, 15'də 3 hissə. Bu kəsri də gətirək, o birisi kəsirlərin yanına yazaq, 15'də 4 hissə. Üstə gəl 50 səhifə, bir tamı da yazaq 15'də 15 kimi. Toplasaq, alınır 15'də 12 hissə. Üstə gəl 50 səhifə, bərabərdir 15'də 15'ə. Cəmdən birinci toplananı çıxaq. Deməli, 15'də 15'dən 15'də 2'ni çıxırıq. 15'də 3 hissə 50 səhifədir. İxtisar eləsək, 5'də 1 hissə 50 səhifədir. Neçənin 5'də 1'i 50 alınar, 50'ni vururuq 5'ə, bütün səhifələr 250'dir. Doğru cavab A variantı. 54-cü sual təkliflərə aiddir. Bizdən soruşulur ki, neçəsi həmişə doğrudur. Paralelipipedin 4 yan üzü, 2 oturacağı var. Bəli, doğrudur. Paralelipipedin oturacaqları kvadratdır, yan üzləri düzbucaqlı. Bu həmişə doğru deyil. Oturacaq düzbucaqlı da ola bilər. Burada kvadrat sözünə görə bu təklif səhvdir. Paralelipipedin 2 üzünün kəsişməsi til əmələ gətirir. Bəli, doğrudur. Paralelipipedin 2 tilinin kəsişməsi dəfə əmələ gətirir. Doğrudur. Paralelipipedin üzlərinin sayı tillərinin sayının 50%-ni təşkil edir. Üzlərinin sayı 6'dır, tillərinin sayı 12'dir. 6 12'nin yarısıdır. Onu da faizə çevirsək, yəni 12'də 6'nı ixtisar eləyib 100%-ə vursaq, bəli, 50% olur. Deməli, 5-ci təklifdə doğrudur. Bizdən neçəsi doğrudur? 4'ü doğrudur. D variantı. 55-ci sual. 5 kiloqram kartofun qiyməti 4 manat olarsa və 8 kiloqram kartofun qiyməti neçə manatdır?
Tapmaq üçün belə düşünək. Əgər 1 kiloqram kartof 4 manatdırsa, onda 1 kiloqram kartof 4 manat böl 5 80 qəpikdir. Yəni 0,8 manat. 1 kilosu 0,8-dir. Kilosu nə qədər olacaq? 8 vur 0,8 6,4 manat. Doğru cavab D variantı. 56-cı sual. A ədədinin 3 misli ilə, yəni 3A, A kvadratının hasili bərabərdə 648. Burada A-nı A kvadrata vursaq, yəni A kvadrat 2 dənə A-nın hasilidir. Bərabərdə 648. Deməli 1A burada, 2A da burada. 3A ədədinin hasili olur A-nın kubu. 3-ü vurublar A-nın kubuna, bərabərdə 648. Məchul vuruğu tapmaq üçün hasili məlum vuruğa bölürük. Alınır A-nın kubu 216. Deməli A özü 6-dır. Hansı ədədin kubu 216-dır? 6-nın. A özü 6-dırsa A-nın kvadratı olacaq 6-nın kvadratı 36. Bəs bizdən nə soruşur? Bizdən soruşur A kvadrat üstəgəl A kubunu. A kvadrat üstəgəl A kubu. A kvadratı bayaq tapdıq ki 36-dır. A kubu da burada var idi ki 216-dır. Toplasaq alınacaq 252. Doğru cavab C variantı. 57-ci sual. Bərabərsizlikdir. Adi kəsirlərə aid bərabərsizlikdir. İlk gözümüzə dəyən odur ki, məxrəclər fərqlidir. Məxrəcləri bərabərləşdiririk. 12 və 60-a ek ol 60-dır. Məxrəci 5 dəfə artırsaq 60 olar. Deməli, sürəti də 5 dəfə artırmalıyıq. Alınır 60-da 5K kiçikdir 60-da 29-dan. Məxrəcləri bərabər olan kəsirləri müqayisə edərkən onların sürətlərinə baxırıq. Yəni 5K kiçikdir 29-dan. 5-i hansı natural ədədlərə vursaq 29-dan kiçik olar? 1-ə vursaq, 2-yə vursaq, 3-ə vursaq, 4-ə vursaq, 5-ə vursaq. 6-ya vursaq 30 eləyir, kiçik olur. Bu K-nın qiymətlərinin cəmini tapın. 1, 2, 3, 4, 5-i toplayırıq. Alınır 15. Doğru cavab B variantı. 58-ci sual. Bu, deməli, onluq say sisteminə aiddir. Bizə verilən bu ifadənin ədədlərin hər birini mərtəbə toplananlarına ayırmalıyıq. Mən onları ayrı-ayrı bir-bir yazmayacağım. Belə düşünək. A yüzlüklər mərtəbəsindədir. Onun qiyməti olur 100A. Bu A təkliklər mərtəbəsindədir. 1A. Onluqlar mərtəbəsindədir. 10A. Yüzlüklər mərtəbəsindədir. 100A. Onluqlar mərtəbəsindədir. 10A. Təkliklər mərtəbəsindədir. 1A. Bu qayda ilə A-ları toplasaq olur 222A. Buradakı A-ları toplasaq 222A. İndi eyni qayda ilə B-ləri yazıram. Onluqlar mərtəbəsindədir 10B, yüzlüklər mərtəbəsindədir 100B, təkliklər mərtəbəsindədir 1B, 100B, onluqlar mərtəbəsindədir 10B, 1B. Bu qayda ilə B-ləri də toplasaq 222B alınır. 222-ni mötərizə xaricinə çıxartsaq, ortaq vuruqdur. Mötərizənin içərisində A plus B qalır. Deməli, bu ədəd həmişə 222-yə bölünür. Əgər ədəd 222-yə bölünürsə, onda burada cavablara birinci baxırıq ki, 222 cavabı yoxdur. Əgər 222-yə bölünürsə, onda 222-nin bölənlərinə də bölünməlidir. 222 hansı ədədlərə bölünür? Əslində bir neçə ədəd var, amma cavabların içərisindən 222-nin bölündüyü ədəd C-dir. 222 74-ə bölünür. Digər variantları yoxlasaq, görəcəyik ki, 222 digər variantlardakı ədədlərə bölünür. Əlli 9-cu sual. Şərtdə deyilir ki, ədədin təkliklər mərtəbəsini 3, onluqlar mərtəbəsini 2, onda birlər mərtəbəsini 5, yüzdə birlər mərtəbəsini bir vahid azaltsaq, onda bu ədəd alınır. Onluq kəsiri tapın. Burada biz azaltsaq deyirsə, geriyə gələkdə artıraq deyilən mərtəbələri. Təkliklər mərtəbəsini 3 vahid artıraq, onluqlar mərtəbəsini 2 vahid, onda birlər mərtəbəsini 5 vahid, yüzdə birlər mərtəbəsini 1 vahid artıraq. Əvvəlki ədədi tapaq.
5, 8, virgül 9, 4, 5. Doğru cavab 549'dan %85 A variantı. 60-cı sual. Şərtdə deyilir ki, düzbucaqlı və kvadratdan düzəldilmiş bu fiqurun sahəsini tapaq. Birinci hissəsi düzbucaqlıdır. Bu hissənin sahəsini tapmaq üçün enli uzunluğuna vururuq 9x. O birisi hissə kvadratdır. Kvadratın bir tərəfi y-dirsə, sahəsi olur y kvadrat. Bütün fiqurun sahəsini tapmaq üçün hər ikisinin sahəsini toplayırıq. 9x üstəgəl y kvadrat. Doğru cavab A variantı. 61-ci sual yenə təklifdir. Həmişə doğrudur soruşur. Birinci, iki iti bucağın cəmi həmişə kör bucaqdır. Xeyr, məsələn, 60 dərəcəli bucaq itidir, 10 dərəcəli bucaq da itidir. Onların cəmi 70 olur, ancaq kör bucaq deyil. Bu səhvdir. İstənilən düzbucaqlını çəkirik. Bir diaqonal çəkməklə diaqonal çəkirik. İki düzbucaqlı üçbucağa ayırmaq olar, bəli, doğrudur. Üçüncü, tərəfləri əks şüalar olan bucaqlar qonşu bucaqlardır. Qonşu bucaqların tərəflərindən bir cütü əksdir, yəni bu iki tərəf əks şüa yaradır. Amma digər tərəf axı ortaqdır. Onda tərəfləri əks şüalar olan bucaqlara qonşu bucaqlar demirik. Qarşılıqlı bucaqlar deyirik. 3 səhvdir. Dördüncü, qarşılıqlı bucaqların cəmi 180 dərəcədir. Qarşılıqlı bucaqların cəmi xeyr 180 dərəcə deyil. Qarşılıqlı bucaqlar bir-birinə bərabərdir. Həmişə 180 olmur. Bu səhvdir. Dördüncü, ədədi cəmə bölmək üçün. Ədədi cəmə bölmək üçün. Ədədi toplananların hər birinə bölüb alınan nəticələri toplamalıyıq. İndi bir nümunə qoyaq görək, doğrudurmu? 10-u 2 üstəgəl 5-ə bölmək üçün deyilir ki, 10-u 2-yə, sonra da 10-u 5-ə bölüb nəticələri toplamalıyıq. Yoxlasaq görəcəyik ki, bu bərabərlik ödənir. Sol və sağ tərəflər bərabər deyil. Deməli, 5 səhvdir. Bizdən doğrunu soruşur, doğruların sayını soruşur 1 dənə. Doğru cavab A variantı. 62-ci sual bərabərsizlikdir. Onluq kəsirlərə aid bərabərsizlikdir. Əvvəlcə bərabərsizlikdə 5x-i tapmaq üçün hər tərəfin üzərinə 4 gələk. Deməli, çıx 4-dürsə, sol tərəfində üzərinə, sağ tərəfində üzərinə 4 əlavə edirik. Dörd əlavə etsək 17 tam %25, 5x, 35. Sonra x-i tapmaq üçün hər tərəfi 5-ə bölək. 5-ə bölsək 3 tam %45, 5x-i 5-ə bölsək x, 35-i 5-ə bölsək 7. İndi şərtdə deyilir ki, onluq işarələrinin sayı 2-ni aşmayan. 2-ni aşmayan sözü varsa, ən çoxu 2 onluq işarə olmalıdır. Sol tərəfdə 2 onluq işarə var, sağ tərəfdə də 2 onluq işarəni özümüz yaradırıq. İndi ən kiçiyi və ən böyüyünü tapmalıyıq. 3 tam %45-dən sonra gələn ən kiçik onluq kəsir 3 tam %46-dır. 7-dən əvvəl gələn ən böyük onluq kəsir 6 tam %99-dur. Cəmini tapın deyir, toplayırıq 10 tam %45. Doğru cavab D variantı. 63-də deyilir ki, ata oğlundan 24 yaş böyükdür. Ata, bu da oğul. Ata oğlundan 24 yaş böyükdürsə, atanın yaşına x deyək. Oğlun yaşı, daha doğrusu oğlun yaşına x deyək, atanın yaşı x üstəgəl 24. Deyir, yaşlarının cəmi 24-ün natural bölənlərinin sayının. İndi gəlin 24-ün bölənlərinə baxaq. 24 neçəyə bölünür? 1-ə, 24-ə, 2-yə, 12-yə, 3-ə, 8-ə, 4-ə, 6-ya. Neçədən oldu? 8 dənə. Deməli, 24-ün bölənlərinin sayı 8-dir. O da deyir ki, bölənlərin sayının, yəni 8-in 7 mislinə bərabərdir, yəni 56-dır. Ata ilə oğlun yaşları cəmi 56-dır. Aşağıdan yazıram tənliyi. X üstəgəl 24, üstəgəl x bərabərdir 56.
Toplayırıq. 2x üstəgəl 24 bərabərdir 56. 56-dan 24 çıxırıq. 2x bərabərdir 32. X-i tapmaq üçün 32-ni 2-yə bölürük. X bərabərdir 16. Kimin yaşına x demişik? Oğlum. Amma bizdən atanı soruşur. Atanın yaşını tapmaq üçün x-in üstünə 24 gəlməliyəm. X 16-dır. Üstünə 24 gəlsək 40. Doğru cavab D variantı. 64-cü sual. Şərtdə deyilir ki, fəhlə bir işin 40%-ni 12 saata görərsə, hamısını, yəni 100%-ni neçə saata görər? Hər tərəfi 10-a bölək. İndi 4-ü nəyə vursaq 3-ə, onda aşağıdakını da 3-ə vururuq 30. Doğru cavab B variantı. 65-ci sual düzbucaqlı paralellipedə aiddir. Tam səthinin sahəsi verilib, bir də iki üzünün sahəsi. Əvvəlcə düsturu yazaq. Paralelipipedin tam səthinin sahəsi, əgər üzlərinin sahəsi verilirsə, bu düsturla tapılır. İndi bir üzünün sahəsi şərtdə yazılıb ki, 16-dır. O birisi üzünün sahəsi şərtdə yazılıb ki, 64-dür. Tam səthinin sahəsi də 272-dir. Bərabərdir 2 vurulsun. Üçüncü üzünün sahəsini x deyək. 272-ni 2-yə bölürük. 136 bərabərdir. 16-nın üstünə 64 gəlirik. 80 plus x. X-i tapmaq üçün 136-dan 80 çıxırıq. X bərabərdir 56. Doğru cavab C. 66-cı sual. Şərtdə deyilir ki, bu iki mötərizənin hasili 13-dür. X və Y natural ədədlərdir və belə bir ifadənin qiymətini hesablamalıyıq. Adətən bu tip misallarda hasil sadə ədəd olur ki, yalnız bir cür vuruqlara ayıra bilək. 13 sadə ədəddir. 13-ü vuruqlara ayırsaq, yalnız bir variant var. 1 vur 13. İndi hansı vuruğa 1 deyək, hansı vuruğa 13 deyək? Çıxma olan kiçikdir. Bunlar natural ədəddir, X və Y. Çıxma olan kiçikdir. Çıxma olan vuruğa, yəni fərqə 1 deyirik. Cəmə 13 deyirik. Aşağıdan yazıram. Y üstəgəl 4 13-dür. Buradan Y-i tapıram ki, Y 13 çıx 4 9-dur. Sonra X çıx Y 1-dir. Biz Y-ə 9 demişiksə, tapmışıqsa, X-dan 9 çıxanda 1 alınır. Nədən 9 çıxanda 1 alınır? X 10-dur. İndi bəs nə soruşur? Bizdən soruşur bu ifadənin qiymətini. X üstəgəl Y vurulsun, Y çıxılsın 4. Y-in yerinə tapdığımız qiyməti yazırıq. Biz Y-i tapdıq 9, X-i tapdıq 10. 10 üstəgəl 9 vurulsun, 9 çıxılsın 4. 19 vurulsun 5, o da bərabərdir 95. Doğru cavab D variantı. 67-ci sual. Şərtdə deyilir ki, paralelipipedin eni, yenə paralelipipeddən söhbət gedir. Deməli, eni 2 sm, uzunluğu 5 sm, hündürlüyünü də bilmirik, x. Bütün tillərinin ümumi uzunluğu 40-dır. Bütün tillərinin uzunluqları cəminin düsturu 4 vurulsun, A üstəgəl, B üstəgəl, C-dir. Onda deməli, bu ədədləri toplayıb 4-ə vursaq, alınmalıdır 40. 2 üstəgəl 5 7, üstəgəl x, vur 4 40-dır. Nəyi 4-ə vursaq 40 eləyər? Tapmaq üçün 40-ı 4-ə bölürük. 7 üstəgəl x bərabərdir 10. Ondan 7 çıxırıq, x-i tapırıq 3. Biz nəyə x demişdik? Hündürlüyə. Hündürlüyü tapdıq ki, hündürlük 3-dür. İndi nə soruşur? Həcm. Həcm bərabərdir, n vur, uzunluq vur, hündürlük. Eni 2-dir, uzunluğu 5-dir, hündürlüyü də biz tapdıq ki, 3-dür. 2 vur, 5 vur, 3, 30. Doğru cavab B variantı. 68-ci sual. Soruşur ki, neçəsi doğru deyil. İstənilən ifadəni 1-ə böləndə həmin ifadənin özü alınmalıdır.
Amma bu sol tərəfdə 2-ni A-ya vursaq 2A, 2-ni 5-ə vursaq üstə gəl 10 olmalıdır. Amma sağ tərəfə yazılıb 2A plus 5. Burada 10-dur, burada 5. Deməli bir səhvdir. İkinci sıfıra bölmə əməli təyin olunmayıb, ona görə səhvdir. Üçüncü sıfırı sıfırdan başqa nəyə bölsək yenə də sıfır alınır. X natural ədəd olduğu üçün bu heç vaxt sıfır deyil. Sıfırı istənilən ədədə böləndə sıfırı eləyir. Bu doğrudur. 3 doğrudur. Dördüncü. Əgər bölən sıfır deyilsə, bölən sıfır deyil, çünki burada natural var. İstənilən ədədi özünə böləndə 1 alınır. Bəli, bu doğrudur. 5-ci 16x-ı 2-yə böləndə 8x olmalıydı. X olmadığına görə bu ifadə səhvdir. Bizdən doğru deyilləri soruşur. 1, 2, 5, neçə dənə? 3 dənə. Doğru cavab C. 69-cu sual. Televizorun qiyməti 1440 manatdır əvvəl. Bir ildən sonra 25% endi, neçə manat oldu? Burada 25%-ni tapıb çıxmaqla da eləmək olar. Amma mənim fikrimcə 25% ədədin hansı hissəsidir? 4də 1 hissə. Ədədin özü 4də 4-dür. 4də 1 hissə azaldısa, qiymət indi azaldı deməkdir. Deməli 4də 3 hissəsi qalacaq. Elə birbaşa 4də 3-ünü tapaq. 4də 1 hissə azalanda qalır 4də 3 hissə. 1440-ı bölərəm 4də 360, vuraram 3-ə 1080 manat. Doğru cavab C variantı. Ya da belə eləmək olardı. 1440-ın əvvəl 4də 1-ini tapardım 360. 1440 idi, 360 manat endi, oldu 1080 manat. 70-ci sual. Şərtdə deyilir ki, paralelipipedin oturacağının perimetri, yəni 2 vur A üstə gəl B, bərabərdə 45. Buradan A üstə gəl B-ni tapırıq. 5 bölü 2. Burada belə tipdə suallarda mütləq düsturu yazın. A üstə gəl B bərabərdə 22,5. Bunu tapdıq, bu burada qalsın. Sonra deyir ki, yan tillərinin cəmi 4 dənə hündürlükdür. Yəni 4 dənə C-dir. 4C 25-dir. Onda C-ni tapırıq 25 böl 4. O da eləyəcək 6 tam %25. İndi müxtəlif tillərinin cəmini istəyir. A üstə gəl, B üstə gəl, C-ni istəyir. A üstə gəl, B-ni tapmışıq 22,5. C-ni tapmışıq 6 tam %25. Cəmini istəyir 8 tam %75. Daha doğrusu 28 tam %75. D variantı. 71-ci sual. Ananın indiki yaşı 4y üstə gəl 5-dir. Qızının indiki yaşı y üstə gəl 10-dur. İndi deyir ki, qızın y üstə gəl 22 yaşı olanda, qızın yaşı y üstə gəl 22 olanda nə qədər artacaq? 12 yaş. Yəni 12 il keçir. Onda ananın da yaşı 12 yaş artacaq. Olacaq 4y üstə gəl 5, üstə gəl 12, o da eləyir 4y üstə gəl 17. Elə ananın yaşını soruşur, 4y üstə gəl 17. A variantı. 72-ci sual. Şəklə əsasən x neçə dərəcədir? Bu şəkildə qarşılıqlı bucaqların dərəcələri qeyd olunub. Qarşılıqlı bucaqlar üçün qayda belədir ki, onlar bərabərdir. Deməli, bərabərləşdiririk. 5x çıx 20 bərabərdir x üstə gəl 80. X-ları sola keçirdirik, ədədləri sağa keçirdirik. Keçirdəndə işarə dəyişir. 5x üstə gəldi, sola keçir olur. X 80 öz yerində qalır. Çıx 20-də sağa gəlir olur, üstə gəl 20. 4x bərabərdir 100. 100-ü 4-ə bölürük, x 25. Doğru cavab 25. 73-cü sual. Qonşu bucaqlardan birinin 4 misli bərabərdir digərinin 11 mislinə. Hasillər bərabər olanda vuruqların yerini dəyişirik. Yəni, birincinin yoldaşını ikinciyə yazırıq 4x, ikincinin yanındakı vuruğu birinciyə yazırıq 11x. Qonşu bucaqlarda qayda necə idi? Cəm 180. Çünki ikisi birlikdə açıq bucaq yaradır. Toplayırıq 11x ilə 4x-in cəmi 180.
15x bərabərdir 180. 180-i 15-ə bölürük. X 12. Fərqini soruşur. Deyir fərqini tap. Biri 11x-dir, biri 4x. Fərqi eləyəcək 7x. X-in də yerinə 12 yazsaq 7 vur 12 bərabərdir 84. Doğru cavab 84. 74-cü sual. Düzbucaqlı üçbucağın katetlərindən biri 25, digəri bunun 40%-dir. Onda digərini tapmaq üçün 25-i vurarıq 0,4-ə. 40% 0,4 hissə deməkdir. Alınır 10. Düzbucaqlı üçbucağın sahəsi bərabərdir katetləri hasilinin yarısı. Bir katet 25-dir, digər katet 10-dur. Vururuq 2-yə bölürük 125. Doğru cavab 125. Bir də ölçü vahidlərinə belə suallarda həmişə diqqət edirik. Santimetr, santimetr kvadrat eynidir. Deməli, çevirməyə ehtiyac yoxdur. 75-ci sonuncu sual. Bizə onluq kəsirlər verilir. Bir dəfə kəsir hissələrin cəminin fərqini tapırıq. Bir dəfə də cəminin tam və kəsir hissəsini. Deməli, gəlin baxaq. Birinci tez-tez bu ədədlərin A variantına baxsaq, A və B-nin kəsir hissələrinin fərqi 0-dır. Kəsir hissələrinin fərqi 0 nə deməkdir? Deməli, o kəsir hissələr bərabər olmalıdır ki, fərqi 0 olsun. Kəsir hissələri bərabər olanlar 3-cü bəndədir. Deməli, 3-ə A uyğun gəlir. A-nı çıxdıq. Tam hissələrinin cəmi 10-dur. Əvvəlcə tam hissə tapırıq. Tam hissələrinin cəmi 10 olan birincidədir. 8 və 2 tam hissədir. Cəmi də 8 plus 2 10 olur. Yəni 1-ə B uyğun gəlir. B-ni silək. C-də deyir ki, cəminin tam hissəsi 17-dir. Cəminin deyirsə əvvəlcə cəmləməliyik, sonra tam hissə tapmalıyıq. Təxmini ədədlərə baxsaq, baxırıq ki, 3-cü ona yaxın gələ bilər. İndi yoxlayaq. 9,6 ilə 7,6 əvvəlcə cəmini tapırıq. Eləyir 17,2. 17,2-nin də sonra tam hissəsini tapırıq. Bəli, 17-dir. Deməli, 3-ə həm də C uyğun gəlir. C-ni buradan sildik. A və B-nin cəminin tam hissəsi 10-dur. Cəminin əvvəlcə cəm tapmalıyam. Sonra tam hissəni tapmalıyam 10. Təxmini ədədlərə baxsaq 2 ola bilər, yoxlayaq. 4,2 ilə 5,8-i toplasaq, eləyir elə 10 tam. Natural ədədlərin tam hissəsi elə özüdür. Yəni 2-yə uyğun gəlir D. D-ni də buradan sildik. Y variantında deyir A və B-nin kəsir hissələrinin cəmi 1-dir. Kəsir hissələrinin cəmi deyirsə əvvəl kəsir hissə tapırıq. Sonra cəmini tapırıq. Bu da uyğun gələcək 2-yə. 2-də A ədədinin kəsir hissəsi 0,2-dir. B ədədinin kəsir hissəsi 0,8-dir. Toplasaq olur 1 tam. Yəni Y uyğun gəlir 2-yə. Onda cavablar belə olur. 1-ə B, 2-yə D, Y, 3-ə A, C.